Salam. Bugün biologiya 8-ci sinif 2-ci hissə 7-ci bölməyə aid kiçik summativ qiymətlənmə tipli sualları izahı ilə qeyd edəcəyəm. Onu da qeyd edeyim ki, çox istəkli izləyicilərimin xahişi ilə bu sualları tətbiq etmişəm. Baxırıq birinci suala. Birinci sualda növün adı qara qarğa. Onu hansı sistematik kateqoriyalarda yerləşdirmək olar? Bildiyiniz kimi heyvanlara aid olan sistematik kateqoriyalar növ, cins, fəsilə, dəstə, sinif, tip, aləmdir. Ona görə də birinci növün adı olacaqdır növ qara qarğa. Sonra ikinci olacaqdır cins qarğa. Üçüncü olacaq fəsilə qarğalar. Dördüncü olacaq dəstə sərçəkimlər. Beşinci olacaq sinif quşlar. Altıncı olacaq tip xordallar. Axırda da olacaq aləm olaraq heyvanlar aləmi. İkinci sualda mollusklar tipinin xüsusiyyətləri ola bilər. Düzgün variantları seçin. Baxırıq, A-da verilibdir iki tərəfli simmetriya. B-də verilibdir manti adlanan dəri törəməsi. Bax, bu B variantı bildiyiniz kimi yalnız mollusklar tipində rast gəlinən manti adlanan törəmə mövcuddur. Ona görə B-ni götürürük. Bir də bildiyiniz kimi çanağa malik olan nümayəndələr çoxluq təşkil edir C variantın. Ona görə də ikinci üçün sualımızın cavabı B ilə C variantları olacaqdır. Keçirik üçüncü suala. Bütün məməli heyvanlar üçün ortaq xüsusiyyətdir. Düz variantları seçin. A-da deyilir balanı südlə bəsləmək. Bildiyiniz kimi məməlilər sinifinin xarakter xüsusiyyətindən ən öndə olanı balanı südlə bəsləməkdir. A götürüləcək. Bir yumurtalığa malik olma bu quşlara aiddir, götürülməyəcək. İki qat tənəffüs bu da quşlara aiddir, o üçün götürməyəcəyik. Bildiyiniz kimi məməlilər sinifinin böyük qan dövranı sol aorta qövsü ilə başlayır. Ona görə D variantı götürüləcək. Üçüncü üçün cavabımız olacaqdır A və D müddəaları. Bu qədər yuxarı qaldırın bunu. Deməli, üçüncünü qeyd elədik ki, üçüncü üçün cavabımız A-nan D variantı olacaqdır. Dördüncü suala baxaq. Rüşeymdə ləpələrin sayı hansı kateqoriyanın göstəricisidir? Yadımıza salaq. Deyirik ki, örtülü toxumlar şöbəsi birləpəllər və ikiləpəllər sinifinə ayrılır. Onda qeyd eləyə bilərik ki, rüşeymdə ləpələrin sayı sinif adlanan kateqoriyaya aiddir. O da B variantında qeyd olunubdur. Doğru cavabımız B variantı olacaqdır. Deməli, baxırıq 5-ci suala. 5-ci sualda deyir, Azərbaycanda hansı palıd növü qırmızı kitaba daxildir? Bildiyiniz kimi Azərbaycanda endemik olaraq şərq palıdı, araz palıdı, qırmızı palıd, uzun saplaq palıd, hansı bunlar Qarabağın ərazisində olan növ müxtəlifliyinə aiddir. Amma biz burada qırmızı kitaba daxil olan B variantının araz palıdını cavab olaraq götürəcəyik. 6-cı suala keçək. Borusuz bitkidir. Biz dərslikləri öyrəniləndə mövzuları qeyd elədik ki, bitkilər aləminin nümayəndələrini borsuz və borlu bitkilərə aid edirik və qeyd elədik ki, yosunlarla mamırlar borsuz bitkilərdir, çünki onlarda kök sistemi yoxdur. Mexaniki toxuma yoxdur. Ona görə də bax, biz burada borusuz bitkidir deyəndə yosunları götürəcəyik. O da D variantında verilibdir. Sonra 7-ci sualda bitkilərin həyat dövriyyəsi başlayır, bitir. Bildiyiniz kimi bitkilərin həyat dövriyyəsi başlayır ziqotdan. Bildiyiniz kimi ziqot yeni orqanizmin başlanğıcı hesab olunur. Bitir isə yetkin fərddə nöqtələrin yerinə birinci yazılmalıdır ziqotdan, ikinci yazılmalıdır yetkin fərddə. Növbəti nəsil verməsinə qədər olan
mərhələləri ardıcıl birləşdirir. Bildiyiniz kimi ziqotdan sonra rüşeym, sonra cavan cücərti, sonra cavan bitki, nəhayət yetkin bitki nəsil verməyə başlayıb. Bu mərhələləri ardıcıl olaraq qeyd edəcəyik. Amma bizdə indi nöqtələrin yerinə soruşulduğuna görə nöqtələrin yerinə yalnız ziqotdan və yetkin fərddə kimi qeyd olunmalıdır. 8-ci. Borlu bitkilərə aid nümunə yazın. Qeyd elədik, quzulardır, çılpaq toxumlardır, örtülü toxumlardır. Bunlar borlu bitkilər hesab olunur və borlu bitkilər mexaniki toxmaya, kök sisteminə malikdirlər, ötürücü toxmaları mövcuddur. Ona görə də borlu bitkilərə siz burada müxtəlif bitkilərin nümayəndələrinin adını yaza bilərsiniz. Sadəcə indi mən yazmışam çılpaq toxumlara aid qara şamı, ağ yonca çəhli bitkilərə və yaxud örtülü toxumlara, erşək qıcı isə qıcı kimlərə aid olaraq götürmüşəm. Bunu özünüz həmin borlu bitkilərə aid şöbələrə uyğun olaraq başqa bitkilərin adları ilə də qeyd eləyə bilərsiniz. Baxırıq 9-cu suala. Bitki orqanizmlərinin əsas ümumi xüsusiyyətləri. Bitki orqanizmlərinin əsas ümumi xüsusiyyətləri həm ekariot olmaları, yəni nüvəyə malik olmaları və avtotrof yolla qidalanmaları olmalıdır. Bu nöqtənin yerinə biz avtotrof yaza bilərik. Keçirik 10-cu suala. Növün adı bəşbuğda olarsa, hansı sistematik kateqoriyada yerləşdirmək olar? Bildiyiniz kimi, bitkilər aləmində növ, cins, fəsilə, sıra, sinif, şöbə, aləm kimi sistematik kateqoriyalardan istifadə olunur. Onda növ olaraq bərk buğda, cins olaraq buğda, fəsilə olaraq taxıllar, sıra olaraq taxıl çiçəklər, sinif olaraq birləpəllər, şöbə olaraq örtülü toxumlar, aləm olaraq birləpəllər, aləm olaraq bitkilər aləmi kimi qeyd eləyə bilərik. Deməli, burada həm də mən cavabları qeyd eləmişəm. Siz özünüz, əvvəlcə özünüzü səssiz yoxlayın, sonra isə cavablara baxmaqla özünüzün necə nailiyyət əldə etdiyinizi görə bilərsiniz. Bax, cavabları burada qeyd etmişəm. Bu qədər, sağ olun.